Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanda referendum keçiriləcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Bu iddialara görə konstitusiyada müəyyən dəyişikliklərin aparılması üçün perspektivdə ümumxalq səsverməsi təşkil oluna bilər. Bu ehtimal ölkənin siyasi gündəmində ciddi müzakirələr doğurub və müxtəlif siyasi fiqurlar məsələyə münasibət bildirməyə başlayıb. Referendumun keçirilməsi hansı zərurətdən qaynaqlana bilər? Bu, realdırmı, yoxsa ehtimallar üzərində qurulan siyasi ssenarilərdir? Referans AZ xəbər verir ki, mövzu ilə bağlı Global Info AZ-a danışan Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, partiyası konstitusiya islahatlarını vacib hesab edir və bu məsələ onların seçki platformasında da yer alıb. Əheydə partiyası konstitusiya islahatlarının keçirilməsini, hətta yeni konstitusiyanın qəbulunu zəruri sayır.